Qorçu qardaş, Azərbaycan türk sözüdür. Qoruyucu sözündən törəyib. Yəni sözün kökü qoruyucu deməkdir. Qorçu, qoruyucu. Qorçular Səfəvi dövlətinin xüsusi təyinatlı dəstələri idi. Yəni qorçuların məşhur əməliyyatlarından da biri Gürcülər üzərinə olub. 1521-ci ildə. Qorçubaşı da olub, qorçuların da generalı olub Div Sultan Rumlu. Div Sultan Rumlu adlı bir qızılbaş cəngavəri idi. 1521-ci ildə, 1520-ci illərdə Şəki-Zaqatala cəmaatı Şah İsmailə müraciət edir. Çünki bilirsiniz də, mərkəzi dövlət Ağqoyunlar dağılandan sonra Şimali Azərbaycanın qərb sərhədlərinə Gürcülər mütəmadi basqınlar eləyirdi. Oranın müsəlman xalqın çapıb talayırdı. Buna görə də Səfəvi dövləti güclənəndən sonra Şəki-Zaqatala cəmaatı Şah İsmailə müraciət edir. Gürcülərin hücumlarının nəticəsində deyirlər ki, bəs Gürcülər bizi girinc qoyub. Buna görə də Şah İsmail Səfəvi Div Sultan Rumlu adlı sərkərdəni qorçularla birlikdə yollayır Gürcülər üzərinə. Yəni həmin o qorçu dəstəsi gedir, qorçu ordusu gedir, Gürcülərin qulağından tutur, gətirir Şah İsmailin yanına, Naxçıvana.